Salam kanalımızın dəyərli dinləyiciləri, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz şəxsiyyətin formalaşdırılması və inkişafıdır. Əvvəlcə onu bildirmək istəyirəm ki, biz adətən nəzəriyyələrə keçdikdə görmüşük ki, bu nəzəriyyələr bir şəxsin, məsələn, Vygotskyinin, Piaget'in, Golemanın, Gagne'nin və yaxud da Karl Dweck'in adı ilə bağlıdır. Amma bu nəzəriyyəmizdə bizim bir çox alimlərimiz, müxtəlif alimlərimiz elmi tədqiqatlar aparmışdır. Bunlara Sigmund Freud var, Jung var, Kohlberg var, Eysenck var, yəni müxtəlifdir. İndi deməli ümumiyyətlə bu şəxsiyyətin formalaşması ilə bağlı ümumilikdə alimlər belə fikir irəli sürüblər ki, burada iki məsələ var. Biri daxili amillərdir. Yəni şəxsiyyətin inkişafı üçün bir daxili amillər var, bir də xarici amillər var. Daxili amillər dedikdə, yəni burada insanın genetikası, fizioloji quruluşu, saçının rəngi, gözünün rəngi, bədən quruluşu, belə deyək, irsi keçən xüsusiyyətlər bunlar nəzərdə tutulur. Xarici amillər dedikdə isə bura uşağın, belə deyək, şəxsiyyətin inkişafı üçün xarici amillər dedikdə bura ümumiyyətlə ətraf aləm, yəni insanın öz daxili ilə bağlı olan hadisələr yox, ətraf aləmdən asılılığını bildirir. Və ümumiyyətlə biz deyirik ki, 3 konsepsiya var şəxsiyyətin inkişafı üçün. Bunlardan biri bioloji, daha doğrusu birincisi bioloji konsepsiya, ikincisi sosioloji konsepsiya, üçüncüsü biososioloji konsepsiyadır. Bioloji konsepsiya dedikdə, yəni bu Sigmund Freud'a aiddir və o deyirdi ki, İnsan doğulduqda, yəni bir uşaq körpə doğulduqda bütün xüsusiyyətlərini özü ilə gətirir. Yəni onda hər şey bioloji olaraq irsi şəkildə keçmiş və ümumi olaraq özü doğulduqda bütün xüsusiyyətlərini özü ilə gətirir. Yəni şəxsiyyət olaraq ümumiyyətlə doğulur. Sosioloji konsepsiyanın nümayəndələri də deyirdi ki, ola bilər ki, insan gözünün rəngini və yaxud da dərisinin rəngini, saçının rəngini, ümumiyyətlə fizioloji quruluşunu, yəni bunları gətirə bilər. Amma ən çox insan cəmiyyətdə formalaşır. Yəni cəmiyyətdə formalaşır, sosiallıq cəmiyyəti də bilirik. Ailədə məsələn bu indi ona növbəti dəfə diqqət yetirəcəyik. Məsələn ailə mühiti var. Məsələn, məktəb mühitində, şagirdlər məktəb mühitində, cəmiyyətdə, belə deyək, hər hansı bir iş kollektivində insan yəni düşdüyü mühitdən asılıdır. Düşdüyü mühitə əsasən formalaşır. Biososioloji konsepsiyanın nümayəndələri də deyirdi ki, burada biz həm bioloji konsepsiyanı götürə bilərik, həm sosioloji konsepsiyanı götürə bilərik. Məsələn, sosioloji deyir ki, ola bilsin bioloji var, amma ən çox sosiolojidir. Bioloji deyir ki, ola bilsin sosial var, amma ən çox biolojidir. Amma biososiolojide deyirlər ki, bu 50-50-yədir. Yəni yarı belə deyək, özü ilə doğulduqda gətirib, digər xüsusiyyətlərini isə cəmiyyətdə artıq formalaşır. Amma məncə bu konsepsiyalar içində ən doğru olanı, yəni ən çox doğru olanı sosioloji konsepsiyadır. Yəni insan düşdüyü, təsadüfi insanlar var ki, düşdüyü mühitdə dəyişmir, amma digər 90% insanlar düşdüyü mühitdən asılı olaraq müəyyən, belə deyək də, özlərində dəyişikliklər olur. Daha sonra ümumilikdə biz deyirik ki, insanın inkişafı, yəni onun şəxsiyyət kimi formalaşması üçün 3 başlıca amil var. Bunlardan birincisi irsiyyət, ikincisi mühit və üçüncüsü tərbiyədir. Bayaq vurğuladığım kimi irsiyyət, yəni insanın genetikasının, yəni insanda məsələn atasından, babasından, nənəsindən keçən xüsusiyyətlərdir ki, nəsil yəni xüsusiyyətlərdir ki, insana irsi şəkildə ötürülür. Mühit dedikdə, məsələn, bu mühit olaraq bir də bunu vurğulayım ki, mühit 2 yerə bölünür. Bir var təbii mühit, bir də var belə sosial mühit. Təbii mühit dedikdə, yəni bu ailə mühiti nəzərdə tutulur, insanın ailədə formalaşması. İkincisi isə sosial mühit ki, bayaq da vurğuladığımız kimi insanın cəmiyyətdə, işdə, iş kollektivində, məktəbdə formalaşması nəzərdə tutulur. Və üçüncüsü tərbiyyədir ki, tərbiyə deyirik ki, ümumiyyətlə pis uşaq yoxdur, lakin pis tərbiyə olunan uşaq var. Bu o deməkdir ki, yəni tərbiyə milli mənəvi dəyərlər və yaxud da ümumi hər hansısa bir anlayışda şagirdlərə, uşaqlara düzgün şəkildə ötürülməlidir. Yəni uşaq düzgün şəkildə tərbiyə olunmalıdır. Deməli, daha sonra biz şəxsiyyətin formalaşmasında Jungun yanaşmasını görürük. Jung deyirdi ki, insanlar 2 şəxsiyyət tipinə bölünür. Bir ekstravertlər var, bir də introvertlər. Yadınızdadırsa biz deyirdik fərd daxili intellekt Garnerin nəzəriyyəsində
təşriyi sevənlər və şəxslərarası intelli ünsiyyəti daha çox sevənlər, digərlərindən ünsiyyətdə olanlar. Bu da elə odur. Ekstravertlər və introvertlər. Ekstravertlər burada gördüyümüz kimi, baxın, ünsiyyəti daha çox sevirlər. Təşrikdə məsələn can sıxıcı olur onlar üçün. Qrup işlərini sevirlər, daha sonra hər hansı bir layihə işlərini sevirlər. Məsələn, şagirdlərdən nümunə çəksək, daim digərləri ilə belə deyək də ünsiyyətdə olurlar, söhbət edirlər. Məsələn, onlar ətrafın fikri, biz deyirik ki, ətraf aləmin fikri, ətrafdaşların fikri həmin bu ekstravertlər üçün daha çox önəmlidir. Çünki daim onlarla ünsiyyətdə olur. Yəni kim nə deyər, kimi düşüncəni də biz buna nümunə gətirə bilərik və dərindən düşünmədən hər hansısa bir tezliklə nəticəni çıxara bilirlər, tez nəticəyə gələ bilirlər. Amma belə deyək, introvertlər isə bir də yadımızda qalsın, ekstravertlər xaricdən asılı olduğu üçün, yəni xarici təsirlərdən asılı olduğu üçün onları belə deyək də özləri daxilən motivasiya edə bilmirlər. Hökmən mütləq şəkildə onu kimsə xaricdən motivasiya etməlidir ki, belə deyək, o işə daha da həvəsli olsun. Əgər onu motivasiya edən olmasa, təbii ki də o belə deyək, pis olacaq, nə isə düşünməyəcək üzərində və yaxud da həvəsi də olmayacaq ki, hər hansısa bir işi icra etsin. Introvertlər isə belə deyil. Tamamilə ətraf aləmin fikrini belə deyək, qulaq asırlar, açıq düşüncəlidirlər. Hər kəsin fikrini dinləyirlər. Ola bilsin məsələn düz də desə, səhv də desə dinləyirlər. Lakin sonda öz bildiyini edirlər introvertlər. Və onlar təşriyi sevəndirlər. Məsələn, çox belə deyək də sıxlıq yerlər onlara can sıxıcı gəlir. Özləri məsələn düzgün qərar verə bilirlər. Öz tək başına, öz belə deyək, motivasiyalar da özlərinin asılıdır. Özlərini motivasiya edir. Yəni belə. İntrovertlər bildiyimiz kimi, amma bayaq dediyimiz kimi, daha doğrusu Garnerin nəzəriyyəsində dediyimiz kimi, onlar qətiyyən utancaq insanlar deyillər. Deməli, və daxili motivasiyası da özündən asılıdır dedik. Sonra diqqət, bir də çox dərin düşüncəlidirlər onlar. Məsələn, ekstravertlər kimi tez bir nəticəyə gələ bilmirlər. Və üçüncü bir şəxsiyyət tipi də var ki, bu da ambivert şəxsiyyət tipidir. Lakin bunu üzrlü sayım, Jung yox, Eysenck irəli sürüb. Eysenck deyir ki, ambivert insan tipləri də var ki, bunlar 50-50-yədir. Yəni, bəzi məsələlərdə həqiqətən də ətrafın fikri onlar üçün önəmlidir, amma bəzi məsələlərdə onlar öz şəxsi qərarlarını özləri verirlər. Yəni, ambivert tipi həm ekstravert, həm də introvert, yəni qarışıqdır bunların. 50-50-yədir onlarda. Və belə deyək, biz deyirik ki, ambivert insan tipi əslində o qədər də çox deyil, lakin o da mövcuddur. Və son olaraq diqqət yetirəcəyimiz bir məqam deyirik ki, xarakterin formalaşması müəyyən mərhələlərdən keçir. Bu mərhələlər nədən ibarətdir? Birincisi deyirik ki, əxlaqi dəyərlərin olmadığı dövr. Bu deməli nəzəriyyə, bu şəxsiyyətin formalaşmasında bu mərhələlər Piaget'in zehni inkişafı mərhələlərindən eynidir. Birinci gəlirik əxlaqi dəyərlərin olmadığı dövr. Bu dövr uşağın körpəlik illərinə təsadüf edir və 0-2 yaşı əhatə edir. Eyni birinci mərhələ, hissi hərəki mərhələdə olduğu kimidir xüsusiyyətlər və onlar nə isə edəndə düşünmədən edirlər. Onlar yəni hər hansı bir düşünərək heç bir fəaliyyəti icra etmirlər. Təbii ki də bunlar 2 yaşa qədər olan uşaqlardır. Onların nə isə dərindən düşünməsi, etməsi onsuz da mümkün olan bir vəziyyət deyil və onların emosiyalarına da nəzarət etmək mümkün olmur. İkinci özünə yönəlmə mərhələsidir ki, bu hissi hərəki mərhələni əhatə edir. Bu mərhələ isə 2-6 yaşı əhatə edir. Hissi hərəkətdə 2-7 idi, amma burada 2-6-dır. Bunun yəni 1 yaş fərq var burada. Özünə yönəlmə mərhələsində biz deyirik ki, şagirdin xarakter formalaşmasında burada eyni hissi hərəki mərhələdəki kimidir, məntiq xətalarına yol verirlər, ümumiləşdirmələr edirlər. Amma məsələn bir xüsusiyyət də var ki, deyirik ki, burada məsələn uşaqlar ancaq özünü məmnun etməyə çalışırlar. Məsələn, mən bilirəm ki, əlimdə bir stəkan var. Bunu qırıb yerə atsam, qırsam, mən güləcəm, xoşuma gələcək bu mənim. Lakin bunu etsəm, valideynlərim məni cəzalandıracaq o stəkanı yerə salıb qırdığım üçün. Lakin nə edirəm? Sırf öz könlüm xoş olsun deyə, yəni valideynlərim məni danlaması artıq gözümə görünmür, cəzası gözümə görünmür. Sırf mən xoşbəxt olum deyə, mən belə deyək də yaxşı olum deyə, gülüm deyə salıb o stəkanı qırıram və yaxud da evdə hər hansısa bir əşyanı götürürəm. Məsələn, bilirəm ki, bu kiminsə xoşuna gəlməyəcək, lakin mənim xoşuma gəlir deyə edirəm.
Yəni bir mənalı olaraq biz ancaq burada özümüzü məmnun etməyə çalışırıq. Ətrafın fikri bizim üçün, uşaqlar üçün heç bir önəmi olmur. Sadəcə və sadəcə mən bunu istəyirəmsə edirəm kimidir. Üçüncü mərhələ ənənələrlə ayaqlaşma dövrüdür. Bu mərhələ isə konkret əməli mərhələni əhatə edir. 6-12 yaşdır və deyirik ki, bu induksiyaya əsaslanan dövr idi. Ənənələrlə ayaqlaşma dövründə artıq məsələn onlar cəzadan qorxurlar. Məsələn, bayaq dedik ki, bu stəkanı salıb yerə qırsa, cəza alacaq, hər hansı bir valideynə cəza verəcək. O cəza olsa da edəcək bunu. Amma ənənələrlə ayaqlaşma dövründə artıq bilir ki, ondan sonda cəza veriləcək və o bunu etmir. Yəni belə deyək, onun hansı nəticəni gözlədiyini bilir, ya da dərsdə dalaşsam, tənəffüsdə dalaşsalar müəllim onlara cəza verəcək. Məsələn, hissi hərəki mərhələdə olan, yəni bayaq dediyimiz özünə yönəlmə mərhələsində olsa, gedib dalaşacaq. Amma ənənələrlə ayaqlaşma dövründə onun hansı nəticəni gözlədiyini bildiyi üçün dalaşmır. Qeyri-rasional şüur dövründə isə burada uşaqlar artıq hisslərinin təsiri altındadırlar, emosiyalarının təsiri altındadırlar. Yəni emosional zəka sizlə keçmişdik, danışmışdıq. Həmin o emosional zəkada ki, orada rasional yox, emosional zəka güclüdür və onun təsiri altındadırlar. Onlar məntiqlə hərəkət edə bilmirlər. Bu nə deməkdir? Məsələn, deyirik ki, bir uşaq görür ki, məsələn, belə deyək, bəzi hərəkətlər edərək müəllimi əsəbləşdirir və məsələn, mən də onu qıcıqlandırmaq deyirəm ki, sən edə bilməzsən, o da qapılır hisslərinə, deyir, niyə eləmirəm, mən məsələn, səndən də betər müəllimi əsəbləşdirə bilərəm, tutaq ki, hər hansı bir hərəkəti icra edir və yaxud da məsələn, belə deyək də, görür biri 3 stəkan su içir, deyir, yox, sən içə bilmərsən, deyir, niyə içmə, mən lap 5 stəkan su içəm, götür 5 stəkan, təbii ki, onun zərərini falan heç nəyi düşünmür ki, mən bunu içə bilərəm ya yox, sadəcə hisslərinə qapılaraq, emosiyalarına qapılaraq özünü sübut etmək üçün onu icra edir. Və sonuncu rasional şüur dövrüdür. Qeyri-rasional və rasional şüur dövrü isə sonuncu formal mərhələni, yəni deduktiv mərhələni özündə əks elətdirir. Artıq rasional şüur dövrü isə tamamilə bütün mərhələlərdən fərqlənərək şagirdlərin, uşaqların özünü düzgün şəkildə, yəni yeniyetmə insanlardır, düzgün şəkildə idarə etməsidir. Yəni hər şeyi məntiqlə idarə etməsidir, ağılla idarə etməsidir. Və məsələn onlar artıq nə məsələn cəzanın olduğunu da bilirlər. Məsələn hər özləri üçün nə isə düz bilirlərsə, artıq onu icra etməyə çalışırlar və ən yüksək mərhələ hesab olunur. Bu dərs biraz uzun dərsdir. Sadəcə bizim diqqət yetirəcəyimiz məqamlar 2 amil var. Daxili amil, xarici amil, konsepsiyalar, 3 başlıca amil, sonra ekstravert, introvert, ambivertlər. Bir də bu mərhələləri diqqət yetirib yadımızda əsas mərhələlərin məqamları daha doğrusu saxlasaq, testləri etməyimiz üçün kifayətdir.